Düşünürüm ki yaxşı oynadı. Kifayət qədər epizoddlarımız da oldu. Yaranı bilmədik. Qismət beləymiş. Son dəqiqədə penaltıdan yararlana bilmədik. Futbolda bu olur belə şeylər. Növbəti oyunlara çıxacaq. Yəni Qarabağdan 18 dəqiqədə səhv etmirəmsə qol buraxmışdı. Zor psixoloji cəhətdən komandaya nə qədər təsir Biz göstərdi? oyuna hazırlaşanda da yenə də fikirləşirdik ki, ən önəmli məqam ikincisi olacaq bizim üçün. İkinci hazırlaşmışdı. İkincisi də çoxlu gol etməyimiz oldu. Yarana bilmədik. Deməli, məsləhət beləmiş. Son dəqiqədə penaltı oldu, onu da yarana bilmədik. Fikirləşirəm ki, məğlub oldu ama ki, hiç oynamadı. Karşılaşma oyunlarında Növbəti turda Neftçi ilə qarşılaşacaqsınız. Bu fikirləriniz mi? Səfərdə qarşılaşacaqsınız sanırım. Neftçi ilə oyuna bağlı. Neftçi də axır vaxtlar oldu. Allah çabası var. Çünki onlar 3-4 oynuyor sənədə. İstəmirəm inşallah hava kazanır. Sizcə ikinciliyə mövsümün sonuna qədər çox az qaldı. Tam təmin edə bilərsiniz. Yəni Avropa Liqasına, ən azından Konfrans Liqasına gedişi tam təmin. Fikirləşirəm ki, bu qarşıdakı 1-2 oyun ya 3 oyun nəticələr yaxşı olsa, düşünürəm ki, Avropa Liqaları da təmin edək. Fərqi yoxdur, Amerika olsun, oyun məqsədimiz 3-3.